Bismillah. 3 bürcün işləri tezliklə kəskin şəkildə yaxşılaşacaq. Yaxın günlərdə bəzi bürclər üçün vəziyyət doğrudan da sürətlə dəyişə bilər. Xüsusilə bu 3 bürcün işləri kəskin şəkildə yaxşılaşmağa doğru gedir. Boğa, uzun müddətdir səbr etdiyin mövzular nəhayət nəticə verməyə başlayır. Maddi sahədə gözlənilməz fürsətlər və əlavə gəlir qapıları açılır. İş həyatında isə səni irəli çəkəcək bir təklif ala bilərsən. Əqrəb, çətinliklər geridə qalır, sənin üçün dönüş nöqtəsi yaxınlaşır. Həm pul, həm də şəxsi həyatında yeni imkanlar yaranır. Risk etdiyin bir mövzu sənə qazanc gətirə bilər. Oğlaq, əziyyətinin bəhrəsini toplama vaxtıdır. İş və karyera sahəsində yüksəliş, nüfuzun artması və maliyyə sabitliyi gözlənilir. Yeni tanışlıqlar və əlaqələr sənin üçün çox faydalı olacaq. Qısa mesaj, bu 3 bürc üçün durğunluq dövrü bitir. Hərəkət və qazanc başlayır.